Əziz dostlar, tamaşaçılar, hamını salamlayıram. 28 iyun 2025-ci il havanın temperaturu çox yüksəkdir. Hal-hazırda 35 dərəcə isti var. Saat 3. Dünən hətta 40 dərəcəyə qədər yüksəlirdi. Mən Obadayam. Oba məhəlləsi. Dənizə hardasa 1 kilometr yarım, 1500 metr deyək. Gözəl bir yaşayış kompleksi var və burada sizə bir mənzili göstərəcəm. Yaşayış kompleksi bax önümdədir, kameralarda görürsünüz. 1, 2, 3, 4, 5, 6 korpusdan ibarət olan böyük və tanınmış bir inşaat şirkətinin ən böyük komplekslərindən biridir. Və burada 3+1 4 otaq böyük bir mənzili təqdim edəcəm. Bura giriş hissədir, darvaza. Maşınla buradan daxil olurlar. Sakinlər, burada security var, güvənlik 27-24 və daxil olan kimi sağ tərəfdə yeraltı parking var. Yeraltı parking çox böyükdür, içi çox böyükdür. Doğrudan da əsasən Ukrayna nömrəli maşınlar orada çoxdur və bu da açıq parkingdir. Generatorlar, infrastruktura tamdır, hər şey var burada. İndi göstərəcəm. Ərazisi də böyük və gözəldir. Axşam da işıqlandırma sistemi gözəl olur. Ümumiyyətcə ərazisi yaşıllıq, səliqə, səhman. Baxın, bu inşaat şirkətinin Mahmudlar Qarqıcaqda bir neçə binasını göstərmişəm. Bloklar burada qeyd olunub. A, B, C, D, E, F blokları. Bizim mənzilimiz də gözəl blokdadır. Mənzildən mənzərə bu əraziyə və havuzadır. Baxın əziz dostlar, necə yaşıl ərazisi var. Orada manqal zonaları, qapalı infrastrukturası var. Hamısına baxacağıq inşallah. Belə komplekslər Alanya'da çoxdur. İnşa olunmaqdadır, olunanlar var. Gələcəkdə olunacaq olanlar var. Buranı göstərim. Yeraltı parkingdən çıxdıqdan sonra, yəni maşın park etdikdən sonra bu nərdivan vasitəsilə birbaşa bura da çıxa bilərsiniz. Və ya bəzi, məsələn, bura və o bloka səhv eləmirəmsə lift vasitəsilə də qalxmaq mümkündür. Burada isə uşaqların oynaması üçün yer, trenajör alətlər. Burada belə bir şahmat var. Və multikort, tenis, voleybol, futbol, basketbol meydançası. Daha sonra qarşıda sürüşkənləri görürük, kaydıraqlar, böyük havuz var. İndi ərazini tam bir dövrə vurmağa çalışacağım. Bəli, bura Oba rayonudur. Oba rayonu oturma izninə açıqdır. Amma bizim bu mənzil oturma izninə uyğun deyil. Çünki dostumuzdur ev sahibi. Onlar evi çox da, yəni oturma izinə uyğun olması üçün, yəni ev sahibinin vergidən azad olması üçün 5 il keçməlidir. 5 il keçmədiyi zaman ev sahibinə oturma izni, əgər oturma izinə uyğun ev satılarsa, yəni kadastro ücrəti 200.000 dollar göstərilərsə, ev sahibinə böyük vergi çıxır. Bu evdə 5 il keçməyib. Yəni siz də gələcəkdə oturma izinə uyğun ev almaq istəsəniz, bunu ciddi araşdırın ki, gələcəkdə problem yaşamayın. Və ya evinizi satsanız buna diqqət edin. Baxın, belə böyük hovuz var. Şezlonglar, şəmsiyələr. Orada uşaqlar üçün hovuz. Ərazisi çox baxımlı və gözəldir. Hovuz mənə elə gəlir ki, sonsuzluq işarəti kimidir. Yuxarıdan baxanda bəli, sonsuzluq işarəti təsvirini verəcək. Orada duş vardı. Burada da belə bir bardır, bar hissə. Və burada bir neçə dənə kamelya və yanında manqal var. 1, 2. Biz isə buradan enək aşağı gedək, qapalı infrastrukturaya da baxaq. Sonra mənzilimizə qalxacağıq inşallah. Binalar hamısı 4 mərtəbəlidir.
Və bu blokda qapalı infrastruktura var. Baxaq, hara açıq olsa oranı göstərəcəm. Qapalı hovuz, çox güman ki bağlıdır. Saat 10-dan 22:00-a qədər çalışır, bəli bağlıdır. Amma buradan belə göstərə bilərəm. Bura qapalı hovuzdur, qışda çalışır. Burada VC-lər. Bu tərəfdə isə sauna və hamam. Sauna və hamam olan yerə daxil oldum. O bura saunadır. O böyük sauna, qaranlıqdır indi. Hamam cumartesi bazar çalışır. Hamam da bağlıdır. Cumartesi bazar, 6 bazar, ondan axşam 10-a qədər, səhər 10-dan axşam 10-a qədər. Bu tərəfdə isə qardiroplar, masaj otaqları və s. Və indi buradan daxil oluruq. Bizim mənzilimiz də 6 blokun içində elə bu blokdadır. Aktivitələrin, infrastrukturanın olduğu blokdadır. Yəni sizin mənziliniz buradadırsa, qışda qapalı hovuza getmək istəyirsinizsə, çölə çıxıb başqa bloka yox, elə öz blokunuzda olacaq. Burada da 2 dənə lift var. Fitness zal. O da buradadır. Qapalı infrastruktura hamısı bizim mənzilimizin satıldığı blokdadır. Kondisioner qoyulub. Burada da sinema zal, kinoteatr var. Orada çox güman ki bağlıdır. Yəni, və burada da istirahət zonası, bilyard, masa tenisi və belə uşaqlar üçün balaca oynamaq üçün yer. Burada da sakinlər asudə vaxtlarında baxıb istirahət edirlər. Bilyard, masa tenisi, kondisioner qoyulur. Hər şey gözəl səviyyədir. İndi isə liftə daxil oluruq. Çox qəşəng səliqəli bir gözəl lifti var. Güzgüsü filan. Bəli dostlar, mənzilimizin olduğu qatdayıq. Mənzilimiz dupleksdir, 2 qatlıdır. İndi mənzilə daxil olub göstərəcəm sizə. Baxın, bəli, əşyasızdır. Qismən bəzi əşyalar var, indi onu da göstərəcəm. Baxın, belə bir listur asılıb və dupleks mənzil olduğu üçün buradan nərdivanla yuxarı qalxacağıq. Səliqəli, gözəl mənzildir. Aşağıda bir sanuzol var. Burada duş yoxdur. Aşağıda bir salon və mətbəx. Orada ocaq da var, peç. Bunlar hamısı qalacaq. Yuxarıda da bəzi əşyalar var. Bunlar hamısı qiymətə daxil olaraq qalacaqlar. Gözəl, səviyyəli bir mənzildir. Birinci balkona çıxaq. Bura bizim birinci balkondur. Və önü tam olaraq açıq. Hovuza və infrastrukturaya baxır. Baxın, uşaqlarınız burada istər bu uşaq yerində oynasa, meydanda oynasa və ya hovuzda olsa, siz buradan gözəl şəkildə onları oturub görə bilərsiniz, nəzarət edə bilərsiniz. Aradan da Toros dağları görsənir. Bu bizdə birinci mərtəbə. İndi isə qalxacağıq ikinci mərtəbəyə. Nərdivanlarla çıxırıq yuxarıya. Bəli, dostlar, çıxdım yuxarıya. Yuxarıda da 3 otaq, 3 sanuzol və 2 balkon var. Bu ümumi sanuzoldur. Böyük sanuzol, duş kabin. Burada ekstra paltarıya maşında qalacaq. Və başlayaq sağ tərəfdən. Sağ tərəfdə bir otaq.
Buradan balkona çıxış var. Jalüzlər hamısı elektronludur. İndi buranı açmaq istəmədim mən. Göstərərəm. Burada da öz sanuzlu var, duş kabinlə bərabər. Və keçirik digər otaqlara. İkinci otağımız biraz balacadır. Burada sadəcə pəncərədir. Buranı çalışma odası kimi də istifadə etmək olar. Və gəldik üçüncü yataq otağına. Burada yeni bir yataq da var. O da qalacaq. Buranın da şəxsi balkonu və sanuzlu var. Ev böyükdür. Tam neçə kvadrat olduğunu deməyə qorxuram, yalan olar. Amma əlbəttə ki 150 kvadrat var, ən az 150 var. Yenə də tam dəqiq olmadığına görə Türkiyədə adam deməyə çəkinir. Burada da böyle bir üçüncü sanuzluq. Və çıxırıq balkona. Balkonlar jalüzlər böyle qaldırırıq. Düymə iləndir. Və balkon. Yenə də mənzərə, bütün balkonların mənzərəsi bu tərəfədir. Digər balkonumuz ora çıxır. Və belə. Deməli, əziz dostlar, obada dənizə hardasa 1500-1600 metr məsafədə yeni gözəl bina, tanınmış inşaat şirkətinin binası, polnu infrastruktura, tam infrastruktura, açıq qapalı havuz, fitness sauna, hər şey var. Gözəl mənzil, təcili satılır. 4 otaqlı mənzildir. 3 sanuzol, 3 balkon və qiyməti 235.000 avro. Amma bu mənzili alsanız oturma izinə uyğun deyil, onu da qeyd edin. Bununla sizinlə sağollaşıram. İnşallah növbəti videolarda görüşənədək sağ olun, var olun.